yeni bir idarəetmə rejimi tələb edir və vergi alınması məsələsi gündəmə gəlir. Bunun fonunda əgər bu məsələlər istiqamətində tərəflər masadan ayrılmayacaqsa, razılıqla ayrılmayacaqsa, hədəfdə olan ilk istiqamət Xarıq adasıdırmı? Xarıq adasına hücum olacağı təqdirdə həmin ərazilərin, xüsusən də Fars körfəzi ətrafının minalanması istiqamətində İran xəbərdarlıq etdi. Bu başlarsa nə baş verəcək? Danışacağıq. Siyasi şərhçi Rufiz Hafizoğlu hazırda bizi canlı bağlantıda gözləyir. Rufiz bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. Vaxtınız xeyirli olsun, salam. Rufiz bəy, danışdıq biz xüsusi olaraq Trampın açıqlamalarını. Əlbəttə ki, danışıqlar olacaqmı, razılıqlar əldə ediləcəkmi, şərtlər ən azından media sızdırılır. Bu istiqamətdə müəyyən bir müzakirə apardıq, amma bir də əsas sual var. Çünki bu müzakirənin və yaxud bu danışıqların başlanmasını şərtləndirən əsas səbəb Hörmüz boğazıdır. Yəni bir qədər Tramp irəli gedərək hətta deyir ki, İranla birlikdə biz Hörmüzü idarə edə bilərik. Yəni bugün Hörmüz boğazı İrana hansı manevrlər üçün imkan yaratmış olur və nə dərəcədə Trampın dediyi senari reallaşa bilər? Dəvətiniz üçün təşəkkür edirəm. Həqiqətən müharibə artıq bir aya demək olar ki, yaxınlaşır ki, davam edir. Sabah bir gün bir ay olacaq, bir həftədən sonra. Və çox fərqli burada açıqlamaların şahidi olduq və bugün bildiyiniz kimi Trump çox maraqlı bir açıqlama verdi. Və bundan sonra da bəyan olundu ki, danışıqların İran parlamentinin sədri ilə şənbə gününə hazırlanıb və şənbə günü danışıqlar keçiriləcək. Təbii ki, şənbə gününə qədər nələrin baş veriləcəyi, İranın bu danışıqlara gedəcəyi, getməyəcəyi hələ çox ciddi sual altındadır. Amma konkret olaraq Hörmüz boğazına İranın manevr məsələsi təbii ki çox ciddidir. Bilirsiniz, dünya iqtisadiyyatı sözün əsl mənasında bu dar keçiddən asılıdır və bunu Birləşmiş Ştatlar da yaxşı bilir, İran hakimiyyəti də bilir, qonşu dövlətlər də bilir. Yəni bu baxımından qeyd etdiyiniz kimi bugün danışıqlar, müharibənin dayandırılması, İranda o baş verən toqquşmalar istiqamətində sui-qəsdlər məcrasında deyil, məhz Hörmüz boğazı üzərində yoğunlaşacaq. Çünki iqtisadiyyat, enerji çox önəmlidir. Bütün dünya üçün, o cümlədən region ölkələri üçün. Amma digər bir məsələni də qeyd edim. Hörmüz heç də bugün alternativ deyil. Bəli, alternativlər ola bilər və əgər xatırlayırsınızsa bu yaxında İsrail Benyamin Netanyahu'nun bir açıqlaması oldu. Bağışlayın. İsrail hökumətindən bir açıqlama gəldi. Enerji layihələrinin İsrail üzərindən dünya bazarlarına çatdırılması üçün. Dolayısıyla bugün enerji müharibəsinin getdiyini şahid olmuş oluruq. Amma bir şey qeyd etmək istərdim. Bilirsiniz, bugün əsas aktor kimi və aktör kimi baş verənlərdə İran və Birləşmiş Ştatlar və eyni zamanda İsraili qeyd edilir. Amma burada mən düşünürəm ki, nə İran, nə İsrail belə deyək də baş rolda deyirlər. Baş rolda olan Birləşmiş Ştatlardır və eyni zamanda Çindir. Bu da təbii ki bir ayrı mövzudur. Zaten biz bundan öncə də Çin və Birləşmiş Ştatlar qarşıdurmasının fərqli məcrada olduğunu görmüşdük. Burada Əfqanistan, Pakistan məsələsi var idi, qismən yaxın şərq məsələsi və s. Dolayısıyla bu da bu qarşıdurmanın ki üzərində enerji layihələri var, belə deyək də bir hissəsidir. Amma bir şey də qeyd edilmiş, Şəhəl vaxtınızı çox almadan açıq şəkildə etiraf eləmək lazımdır ki, bugün yaxın şərqdə, daha doğrusu Fars körfəzində baş verən hadisələr həll edici məqama gəlib çatmayıb. Baxın, bu hadisələrdə həll edici məqam yalnız və yalnız İran üzərinə quru əməliyyatların daha doğrusu aktiv fazasına gəlib çatmayıb. Aktiv faza quru əməliyyatlarının başlayacağı təqdirdə ola bilər ki, bu da ehtimallar arasındadır. Bilirsiniz, müxtəlif ehtimaldır mı hazırda quru əməliyyatının olması? Yüksək ehtimal olaraq qalır mı? Heç kim quru əməliyyatların olmayacağını istisna edə bilməz. Amma bugünkü baş verən, ən azı bu Trump'ın açıqlamalarına qədər olan biz xronoloji hadisələrə diqqətlə nəzər salsaq, hətta müsəlman ölkələrin belə bu əməliyyatlara qoşulması məsələsi pərdə arxası gündəmə gəlmişdir. Baxın, Riyadda Türkiyə Xarici İşlər Naziri Hakan Fidan'ın da bir görüşməsi oldu və orada Əl Cəzirə telekanalına açıqlama verdi və qeyd olundu ki, İranın əgər problemi Birləşmiş Ştatlar və İsrail ilə o zaman nə üçün qonşu müsəlman dövlətlərin əraziləri vurulur və hətta Xarici İşlər Naziri Səudiyyə Ərəbistanında açıqlama verdi ki, İran müharibə bitsə belə bu kimi addımları üçün cavab verməli olacaq. Dolayısıyla heç kim quru əməliyyatların başlanmasını belə deyim də təxirə salmayıb, sadəcə olaraq münasib bir zaman gözlənilir. Təbii ki, bu çox ağrılı prosesdir, çox pis bir şeydir, yaxşı deyil, amma bunun üstündən heç
heç kim xətt çəkməyib, hər şey ola bilər. Bundan sonra İranın özünü necə aparması çox önəmli olacaq. Mən düşünürəm ki, bu bir həftə ərzində sanki bir fasilə, pauza veriləcək və İranın adekvat addımından çox şey asılı olacaq. Bir qədər açıq. Yəni İranın hansı addımı quru əməliyyatını istisna edə bilər və quru əməliyyatdan danışmışkən, məsələn, indi dedilər 4500 dəniz piyadası hazırda həmin əraziyə yaxınlaşdırılır. Xarq adasının nəzarətə götürülməsini mi nəzərdə tutursunuz, yoxsa daxildə vəziyyəti dəyişmək üçün real Burada söhbət sadəcə enerji resurslarının və yaxud da ki, enerji daşıyıcıları üçün önəmli olan Xərq adasından getmir. Məsələ İranın daxilində də olan çox ciddi çaxnaşmalardan gedir. Bəli, baxın, biz keçən ilin dekabrından etibarən İranda xalq kütlələrinin ayağa qalxdığını görmüş oluruq. Bəli, burada çox manipulativ məqamlar var, gizlədilən məqamlar var, ölü sayısında və s. Amma hərbi əməliyyatlar, İranın bombalanması sanki bunu kölgədə qoydu. Amma İran daxilində çox ciddi məqamlar, daha doğrusu çox ciddi problemlər var. Yəni nə İrana hərbi müdaxiləni qismən dayandıra bilər. Heç şübhəsiz İranda hakimiyyət dəyişikliyi bugün İsrail və başda İsrail olmaqla bir çox qərb ölkəsinin tələbləri daxilindədir. Birləşmiş Ştatlara gəlincə mən açıq deyirəm, İranda rejimin dəyişikliyi onun üçün bir o qədər də önəmli deyil. Yetər ki, İran rejimi Birləşmiş Ştatların maraqlarına xidmət etsin, onunla işbirliyinə geçsin. Amma baxın, bunu da qeyd etmək lazımdır ki, İranın Birləşmiş Ştatların qarşısına diz çökməsi belə İran daxilində radikal İslamçı deməyim, müəyyən İslamçı qüvvələr daxilində və eləcə də İslam dünyasında onun nüfuzunun sarsılmasına gətirib çıxarır. İran İslam inqilabından bugünə qədər bəyan edir ki, İsrail yeryüzündən silinməlidir. Birləşmiş Ştatlar böyük şeytandır, şeytanı büzürgüdür və milyonlarla Şiə müsəlmanın pulları, o zəkatı, sədəqəsi bu istiqamətdə yönəldi və bundan sonra Tehran gəlir, dizini bükür və Birləşmiş Ştatlarla müzakirələr başlayır. Yəni bu məsələni biraz küçümsəmək, daha doğrusu qulaq ardı etmək olmaz. İranın danışıqlara başlaması belə, İranın bükę bilmədiyi qolu öpməsi belə artıq çox ciddi problemlərlə üzləşəcəyini üzə çıxarır. Burada eyni zamanda Şiə dünyasında İraq Şiəliyi ilə, daha doğrusu Ərəb Şiəliyi ilə Fars Şiəliyi arasında da çox ciddi parçalanmanın önümüzdeki illərdə şahidi olmuş olacaq və artıq onun inanın ki, təməli qoyulub bugün İraqda, Livanda, Suriyanın o bəzi yerlər, hətta Əfqanistanın Şiə müsəlmanları arasında belə İranın o məzhəbçi siyasətinə qarşı bir qıcıq reaksiyası görünməkdədir. Dediyiniz kimi hazırda əslində sizin dediyiniz istiqamətə bir sıra proseslərinin də təməlini qoymuş olur bugünkü proseslər. Dediyim, bundan sonraki addımları proqnoz etmək bir qədər çətindir. Quru əməliyyatı da istisna edilmir, danışıqlar masası qurulacaqmı, buradan tərəflər ayrılacaqmı? Amma bəlli olan odur ki, İran daxilində vəziyyət bəlkə normal bu şəkildə davam edə bilər, amma Hörmüz boğazında vəziyyət bir də əvvəlki səviyyəyə çatmayacaq. Çünki İran tərəfinin tələbi bundan ibarətdir. Bəs Trumpın dediyi kimi İranda vəziyyət o həddə gəlib çata bilərmi? Hörmüz boğazında birgə nəzarət də mümkün olsun. Hər şey iqtisadi siyasi maraqlar üzərində qurulub Şəhla xanım. Hər bir şey ola bilər. Yəni baxın, heç bir qüvvə, heç bir dövlət, ümumiyyətlə baş verənlər bəzən biz çox fərqli cür yanaşırıq. Burada milli maraqlar var və İran dövləti bizə aydındır ki, baş verən hadisələrdə ümumiyyətlə bu yaxın tarixi izlədikdə də bir şeyin şahidi olmuş oluruq. İranın nə belə deyək də məzhəbçi maraqları, fərqli maraqlar olsa da bütün bunlar yalnız və yalnız İran dövlətinin maraqları istiqamətində cəmləşib. Bunu zaman göstərəcək. İndidən İran və Birləşmiş Ştatların Hörmüzü idarə etməsi, daha doğrusu birgə idarə etməsi necə olacaq biraz çətindir. Amma mən bir şey xüsusi olaraq qeyd edim, bəlkə bir haşiyə çıxmaq istərdim. İran müharibəsində, baxın, istər Birləşmiş Ştatlar, istər İran olsun, müharibə bitsə əgər bir şey elan edəcəklər. Hər iki tərəf qalib gəldiyini elan edəcək, amma İran müharibəsi sonrası heç bir bölgədə vəziyyət əvvəlki kimi olmayacaq. Baxın, NATO daxilində belə çox fərqli bir bəlkə qruplaşma ola bilər, daha bölünmə ola bilər, parçalanma gözlənir. Zaten Trump'ın açıqlamaları da var idi. Bu NATO ölkələrini təhdid etdi, biz onları 40 il bəslədik, yedirdik, amma bizə arxa çevirdilər və s. Dolayısıyla mən düşünürəm ki, bölgədə İranla Birləşmiş Ştatların toqquşması, ilk növbədə Çin, Birləşmiş Ştatlar toqquşmasıdır və bunun fonunda çox ciddi dəyişikliklər baş verəcək. Hətta enerji daşıyıcı
tamaşaçıları üçün alternativ yolların da gündeme gelmesi istisna değil. Bir şey de qeyd edeyim. Belki de alternatifler arasında Salman kanalı adında, belki de eşitməmisiniz, belki de tamaşaçıların bu haqda məlumatı yoxdur. Səudi Ərəbistanını ikiye bölüb keçən Salman kanalının da salınması çok ağır layihədir. Daha doğrusu çok vesayet tələb eden bir layihədir. Ama istisnalar arasında değil, olabilir. Yani bunu zaman gösterecek. Ama bugünkü açıklama onu gösterir ki Trump bir elinde köke, bir elinde de belə deyək də sopa ile İran'ı danışıqlar masasına getirmək istəyir. Teşekkür ederim Rufiz Bey, minnətdaram. Ben teşekkür ederim. 48